Mən bayaq yoldaşlardan bir qrup yazıb ki, bu Bağdadda olan səfərindən bir kəlmə bizə çatdır. Böyük Babil şəhərində, Babildə, bizim Babilin festivalında çıxış edərkən bütün yoldaşlar çıxış elədi orada. Hamısında gözəl alqışladılar, öz doğma qardaşları kimi, öz doğma cancıları kimi, öz ana müsikisi kimi doğrudan həqiqətən də bizi qarşıladılar. Xoşum gəldi həddindən artıq. Ancaq mənim çıxışımda biraz mən incidim. Çox bir cür hala düşdüm. Üzr istəyirəm əyləşən yoldaşlardan, asakkalardan. Çünki mən elə şey görməmişdim. Bu mənada görməmişdim ki, uzun illərdir mən bu səhnədə, filarmoniyamızda, elə də böyük paytaxtımız Moskvada və başqa uzaq öllərdə iştirak eləmişəm, çıxış eləmişəm. Bizdə alqış deyirlər, sağ ol deyirlər, çiçək bağışlayırlar. Melodiyanın, yəni Cəlili havasının o, mənim şahidim də var, Gəncərimdə oturmuşdu, ancaq onun eşqini, havanı tamamlaya bildim, yoxsa məhv olmuşdum. O havanın artıq mənim gözümün qabağına gəlib Azərbaycan, indi bizi millətcək, dincək, bir olsaq da, qardaş olsaq da, ancaq bir-birimizi başa düşmürük, bir-birimizi anlamırıq. O danışdığı sözü əlinlə, ayağınla, yazı ilə, nə bilir. Ancaq iş burasındadır ki, mən çıxdım, bəli, çıxışa öz növbəmdə çıxdım, Cəlili çalıram, yaxşı vaxtında bir də gördüm ki, bir 7-8 yerdən, 10 yerdən qıyıltı başlandı. Qıyıltı başladı, 10 yer, qadın demir, nə bilim, kişi demir, qıyıldı, dedim, vay öyüm yıxıldı mənimə. Sən öl, məni biabır elədilər, sənədən qovdular məni. Pis vəziyyətə qaldım, amma bir əzizim vardı, gözlərinə baxanda dedim, bəs deyil, o dinşəsin məni, dinləsin, neytəcək mənə. Çox pis vəziyyətdə qaldım, o qədər də havanın da tərkiminə varmadım, əyək verdim, çıxdım, gözəl də əl vurdular. Təkrar mən istəsəm yenə qaydardım, nəysə qayıtmadım, dedim, yox, orada. Çünki mənə pis təsir elədi, elə bildim, mənim fışqırıqlayırlar. Axı bizlər də bu, biraz bir cür hadisə olanda fışqırıq çalırlar, falan edirlər. Adam, dedim, sən ölməyə fışqırıqça məni qulağa qoyurlar, falan nəysə. Sonra Fransadan, sonra İtalyadan, elə də başqa dövlətlərdən, elə də özümüzün, bizim axsaqqalımız, böyüyümüz, əzizimiz, bu neçə nəfərin şəxsiyyət gəldidir ki, sən birdən alınarsan o söhbətdən. Gəldilər içəridə məni şəkdilər, orada televiziyada göstərdilər, bunda işim yox. Sonra bana başa saldılar ki, bu Ərəb xalqında bu qıy vermək, bəyənmək demək, hər adama qıy vermirlər onlar. Hər adama qıy vermirlər, ha. Məndən qabaq 50 adam çalıb oxuyub, ona qıy yoxdur, bana bir 10 dəfə qıy bastılar falan. Buna da biraz ürəyim soluqlandı, ürəyim biraz sakitləşdi, onda işim yox. Amma gənə də ada vermə olmadım, elə fikirləşirəm ki, niyə belə? Ağlım gedib bu qurban olduğum öz xalqıma, öz milləyə, qurban olumdan. Nəysə, gəldik, onun sabahı, bilmirəm, elə gəzintiyə çıxmışdı, necə? Bir dördük, təbiyyət hamının qapısında xeyir eləsin, bir gəlin düşürdülər Mercedes'dən, şikilli çəkirlər bəylə bərabər. Bir 10-15 qadındır çarşovda, 10-15 cavan gəncli kadrodur, bunda işim yox. Gördüm burada bu bəyləri şikilli çəkəndən sonra həmən qıyqırtı burada da getdi. Dedim, ha, düz. Düz, həmən olan söhbətdir, bu başım üçün, deməli onların mənə xoşu gəlib.